Azərbaycan xalqının ən çox sevdiyi, vəsf etdiyi Qaçaq Nəbinin həyatı və mübarizəsini əks etdirən ən etibarlı, bitkin, dolğun mənbə heç şübhəsiz tarixçi, folklorşünas Bəhlul Behçetin 1930-cu illərdə yazdığı, 80 ildən bəri arxivdə saxlanan Qaçaq Nəbinin tarixiyə vəsiqə və sənədlər üzrə kitabıdır. Ona görə ki, müəllif Qaçaq Nəbinin müasiri, həm yerlisi, onu və dəstəsindəkilərin əksəriyyətini yaxından tanıyan, görüşüb söhbətləşən, mübarizəsinin məramını yaxşı bilən müdrik insandır. Bəhlul Əfəndinin araşdırıcı kimi tədqiqat subyektinə yanaşma metodu, mövqeyi bir çox müasirlərindən fərqli olaraq tamamilə düzgündür, inandırıcıdır, obyektivdir. Qaçaq Nəbi tarixini müxtəsər də olsa yada salanlar olmuş olsa da, lakin bir qədər yalan, yanlış və qeyri-təbii halda nəzərə çatdırıldığından o qədər də uğurlu alınmamışdır. Biz Qaçaq Nəbi tarixini nə əfsanələrlə dolu qeyri-təbii hadisələrin bir-birinə quraşdırılmış macəralar yığını hesab edirik, nə də Qaçaq Nəbini olmayan sərgüzəştlər, qəhrəmanı və ya xalqı əyləndirici hekayələr sahibi Don Kixot kimi tanıyırıq. Biz Qaçaq Nəbini həyatın ziddiyyətləri ilə mübarizədə şöhrət qazanmış bir amil hesab edirik və onun həyat mübarizə tarixinə də bu baxımdan yanaşmağı lazım bilirik. 55 başlıqda verilmiş fakt, detalın hər biri Qaçaq Nəbi hərəkatının mahiyyətini, fərdi şücaətinin, igidliyinin konkret bir səhifəsidir. Qaçaq Nəbinin Xinzirəyə hücumu və Bedrus bəylə keşişi öz evində öldürməsi, Qaçaq Nəbinin Dağbəyi Ginkör Qrikoru öldürməsi, Xuçmanski Lütvəli bəyi öldürməsi, Nəbinin qardaşı Mehdinin Ordubadın Qarçevan kəndində ermənilər tərəfindən öldürülməsi, Maltepe Sarımsaqlıda Naxçıvan naçalniki Slovenki və Zəngəzur naçalniki Səlim bəylə döyüşü, Əliqulşağında erməni tacirlərin xəyanəti və öldürülməsi, Çətəndaşda savaşı və Telli Qaranın vurulması, Güllü Pir, Qoparandağ, Qısırdağ davası. Kürdlər kəndində Ərikli Dağ, Murov, Dikplakanda və digər savaşların hamısının iştirakçıları, şahidləri, söyləyənlər, savaş yerlərinin dəqiq coğrafiyasına qədər hamısı kitabda yerbəyer, adbaad göstərilir. Qaçaq Nəbinin qaçaqçılıqdan əvvəlki həyatı, yurdu, nökərçilik, ailə vəziyyəti, qaçaqçılıq və onun ümumi səbəbləri, xalq Qaçaq Nəbiyə nə cür baxırdı, Qaçaq Nəbinin birinci dəfə tutulması, Qaçaq Nəbinin ikinci dəfə tutulması, Həcərin birinci dəfə tutulması, və əs. Sadə, aydın, dəqiq boyalarla göstərilir. Xalq qəhrəmanının və Həcərin fiziki görkəmin, boy-buxunu, təəssüf ki, bizim kinoda gördüyümüz, yaddaşımızda da çox zaman eləcə canlanan Nəbi Həcərin tamam əksi olan, canlı təsvirlə oxucu gözləri önündə canlanır. Nəbi gödək boylu, yığcam cüssəli, zirək və yüngül hərəkətli bir oğlan idi. Nəbi qorxu nə olduğunu bilməzdi, onun bütün hərəkətləri mətin və qüvvətli bir iradənin səmərəsi idi. Həcər qarayanız, yəni qaraya yaxın qarabuğdayı rəngdə çöhrəyə malik sağlam bədənli xoşsuma bir qadın idi. Nəbinin mənəviyyatının əxlaqi keyfiyyətlərini səziyyələndirən sətirlər də inandırıcıdır, çünki bu xarakterlər bir çox konkret hadisələrdə özünü büruzə verir. Nəbi öz hərəkətlərində namus və iffətli olub, ondan xalqın əxlaqına və qeyrətinə toxunan bir əməl çıxarmazdı. O, qadına hörmət barəsində çoxdan çox ehtiyatlı idi, qadına toxunmazdı. Yoldaşlarına qarşı çox diqqətçil və qayğı göstərən idi. Nəbi öz yoldaşlarına gizli oğurluğu qadağan etmişdi, onun bütün qarətləri müəyyən bir məqsədlə olurdu. O yolları kəsərək hər gələn gedəni soymaq işindən uzaq idi. Təsadüfi yol kəsmək onların işi deyildi. Bəhlul Behçet bu xalq qəhrəmanlarının milli, etnik kimliyinə dair yer alan mübahisələrə, güya onların Kürd olmasına dair yazılanları məqamında dürüst qiymət, dəqiq bilgi verərək yazır. Aşağı və yuxarı hər iki mollu türk qövmünə mənsubdur. İrandan Şuşaya qaçaq mal daşıyan tacirlərə 10 il mühafizlik, bələdçilik, nökərçilik etmiş etibarlı, qorxubilməz kəndisi balası Nəbinin danışığı da sadə, təbiidir. Dialekt, şivə sözləri müəllifdə olduğu kimi saxlanıb. Nəbi atlılara tərəf çağırıb dedi, ey binamuslar, yenə düşmüsünüz Mahmudun dalına şotdadırsınız. Adınızı bəy qoyub cəmaatı yığıb tökürsünüz mənim üstümə adə, ay Kürd, mənə güllə atmasanız da, o dılğır bəylərə də qoşulmayın. Nəbi bu davada divan atlısını çox kürşütdü, və s. Təkcə Qaçaq Nəbi 1850-96 ömrünə yox, həm də bütövlükdə hay-hayası Qarabağ Zəngəzur tarixinə, coğrafiya, etnografiya, məişətinə güzgü tutan bu kitabın mətnini hazırlayan və ön sözün müəllifi Professor İsrafil Abbaslı ilə elmi redaktor və naşir tarix elmlər namizədi Əlağa Cəfərova Nəcib əməllərinə, zəhmətlərinə görə təşəkkürlər düşür. Qaçaq Nəbiyə xalq məhəbbətinin səbəbi. Bəhlul Behçet həm də Nəbinin şəninə xalqın qoşduğu çox sayda şeirlərin də ilk toplayıcısı olub. Bu qəhrəmanların xalq tərəfindən bu qədər çox sevilməsinin, adına çox miqdarda şeir, mahnıların qoşulmasını da həm igidliyi,
həm də kəndlilərə qəlbən yaxınlığı, xeyirxahlığı ilə bağlayır. Kasıb bir ailə var yoxunu satıb nişanlı tək oğluna verir ki, gedib uşadan sevgilisinə toy hədiyyələri alıb gətirsin. Toy günü də təyin olunub. Qayıdanbaş yolda oğrular oğlanı yağmalayır. Ailənin başçısının ümidi tək Nəbiyədir. Dağlara çıxır. Nəbini tapır, əhvalatı danışır. Nəbi Həcər sonuncu pul, qızıllarını kişiyə verir. Toya qalan 3 günü də oğrunun tapılmasına sərf edir. Oğruları tapıb şeyşüylərlə birlikdə haqlı cəzalarını almaları üçün toy gedə-gedə əlləri bağlı pristavın yanına göndərir. Onun üstünə göndərilənlərin bir çoxu aldanmış, şirnikləndirilmiş kəndli cavanlar olardı. Nəbi həmişə tapşırarmış ki, onların atların burun, özlərin yox. Qəndi, Çayır, Duzu müsəlman kəndlərinə ermənilərdən 5-6 qat baha satan erməni tacirlərinin İrandan gətirdikləri qaçaq malının bir hissəsini alıb Padar düzündə aclıq çəkən kasıb cəmaata payladır. Yüzbaşının öz nəfinə yığdığı vergini cəmaata paylayıb yüzbaşının möhürü ilə borclarını tamam ödədiklərinə dair sənədlərin yazıb verir. Atları tara düşüb qalanda bir neçə gün pay piyada yol gedirlər. Kasıb insanlar öz atların onlara vermək istəyəndə deyir: "Əgər mən cəmaat atı aparsaydım, bu qədər yolu burayacan piyada gəlməzdim. Sizin atınız mənə lazım deyil. Siz mənə mülkədar atlarının yerin göstərin." Müasir tariximizdən çox da uzaq zamanda durmayan bu qəhrəmanının dəstəsindəkilərin sayı heç zaman 20 nəfərdən artıq olmayıb. Lakin bu qaçaq dəstəsinin sayca 10-20 dəfə artıq düşmən üzərində qələbələrinin birinci uğuru onların qoçaqlıq igidliyində, digəri xalqın onlara arxa dayaq durmasından, Nəbi Dəmirçilərli Bədər Şəfioğlunun evində, Nəbinin kəndlilərlə səmimi əlaqəsi və Nəbiyə Osmanlıdan hədiyyə göndərilmiş aynalı tüfəngi Rüstəm Bəyovun ilxısından seçdiyi cins bozatında idisə, o biri yandan da Nəbinin dəfələrcə sınaqdan keçirdiyi savaş, döyüş taktikasında idi. Nəbinin hərəkət və fəaliyyəti üçün dağlıq yerlərdə olub ətrafında möhkəm sığınacaq rolunu oynayan qayalar və dağlar olan ərazilər əlverişli idi. Açıq və düzənlik yerlərdə qalmaq Nəbi üçün heç əlverişli deyildi, qorxulu idi. Qaçaq Nəbinin üsyançı bir qaçaq olduğu o qədər mühüm əsaslara şamildir ki, onun kimi ikinci bir Nəbini Azərbaycan məmləkətində xatırlamaq çətindir. O, Çar hökumətindən qaçmışdı. Ona Naxçıvanda baş verən bir olay üstündə haqsız yerə 8 il katorqa cəzası verilib Şuşaya aparılarkən Sıldırım dağ keçidindən qolbağlı üzü aşağı özünü atmışdı. Onun qaçmasına səbəb şəxsi arzu və fərdi cinayət üstündə olmamışdı. Nəbi hərəkatının motivi və mahiyyəti. Son abzasa bunları da əlavə edək. Qazaxda, Gəncədə, Qarabağda, Bakıda bir çox mahallarda Çar hökumətinin dəhşətli qanunlarına qarşı etirazlar, üsyanlar olsa da, onların qaçaqlıq dövrü və göstərdikləri fəaliyyətləri Nəbinin qaçaqçılıq hərəkatında olan hadisələri bir yekun olaraq nəzərdən keçirdikdə Çar hökuməti Azərbaycanı işğal etdikdən ta son mərhələsinədək onun kimi bir qaçaq gözə çarpmayacağı aydın olacaq. Kəmiyyət və keyfiyyətcə heç biri qaçaq Nəbinin fəaliyyət və hərəkatına bənzəməyir. Çar hökuməti Qafqazı işğal etdikdən ta qaçaq Nəbinin zamanınacan Nəbiyə oxşar bir qaçaqçılıq hərəkatı görməmişdi. Qaçaqlar çox olmuşdusa da Nəbi kimi mütəşəkkil və çox uzun zaman davam gətirə biləni olmamışdı. Qaçaq Nəbidən başqa bu qədər mütəşəkkil başqa heç bir qaçaqlıq fəaliyyətini təsəvvür etmək imkanı yoxdur. Belə qüvvətli və mütəşəkkil hərəkat və bununla bərabər tutduğu yol və gözlədiyi məqam olduqca xarakterik bir hərəkat ancaq Nəbiyə məxsusdur. Nəbi qardaşını öldürən ermənilərdən Mehdinin intiqamını almaq üçün çox çalışdı, ancaq onu öldürənlər Çar hökumətinə bağlı naçalnik, pristavların təhriki ilə aradan çıxmışdılar. Bəhlul Behçətinə qaçaq Nəbinin fəaliyyətinin yekunu əndə gəldiyi qənaətlər eynən başqa bir müasiri Azərbaycan istiqlal məfkürəsinin və dünyəvi demokratik Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin Azərbaycan tarixində qaçaq hərəkatı məqaləsindəki dəyərləndirmələri ilə üst-üstə düşür. Azərbaycanda qaçaq hərəkatı əsasən Rus Çar rejiminə və yerli zülmkarlara qarşı mübarizə prosesində meydana gəlmişdir. Nəbinin əsas düşmənləri Çar rejimi, xanlar və bəylər idi. O, bu mübarizədə kasıbları və onların hüquqlarını müdafiə edirdi. Nəbinin mübarizə apardığı ərazi Zəngəzur və Naxçıvan vilayətləri idi. İstismarçı imperializmə və Rus Çar rejiminə qarşı mübarizə aparan qaçaqlara xalq yaxından köməklik edir, onlarla fəxr edirdi. Xalq onları ərzaqla təmin edir, yeri gəldikdə gizlədirdi. Nəbi uzun müddət Rus kazakları ilə vuruşur, sıxışdırıldığı zaman İrana və Türkiyəyə sığınırdı. Çar idarəsi bu hərəkatı yatırtmaq üçün bütün vasitələrə əl atırdı. Həcərin Nəbidən sonraki həyatı.
Həcər Nəbini İranda el adəti ilə dəfn edib Zəngəzura geri dönür, qohumlarının yardımı ilə bir müddət gizli yaşayır. Sonra üzə çıxıb aşağı Molladə Nəbinin yaxın qohumu olan Həmzə adlı gənc bir çobanla ailə qurur, yaşayır. Nəbidən övladı olmamışdı. Həmzədən övladı olur. Bu məlum fakt tədqiqat, araşdırma kitabında bir neçə dəfə yada salınır. Qeyd edək ki, Həcər 1914-cü ildə 54 yaşında dünyasını dəyişib. Başdaşına əksi həkk olunmuş məzarı Qubadlının aşağı Mollu kənd qəbiristanlığında dururdu. Onun evlənməsi isə belə olur. Nəbidən sonra da köhnə düşmənlər 30 yaşlı Həcəri rahat buraxmırdı. Hələ də gəncliyini, şuxluğunu özündə saxlayan, tənha yaşayan dul qadının adına müxtəlif böhtan şər-şəbədə uydurub yayırlar. Bu da həm Həcərə, həm qohum məqrəbasına çox toxunur. Kəndin qeyrətli kişilərindən olan qohumu Həmzənin ömür gün yoldaşı rəhmətə gedibmiş, övladı ilə tənha qalırmış. Bir axşam Həmzə qabağında qoyun quzusu yolağanın ağzından keçəndə çağırır. Ay Həmzə, burdan gəl, bu mitil bükülüsünü də at çiynindən, arxamca gəl. Həmzə bu kişi qeyrətli qadın necə deyirsən, elə də eləyir. Düz gəlib girir Həmzənin həyətinə, qonşudan da bir neçə nəfər ağsaqqallar bir çək çağırır, Nəbi ilə ev sahibəsinin ruhuna Quran oxutdurur, sonra deyir. Ay ellilərim, siz Allah şahidisiniz ki, mən Nəbini necə istəmişəm, ömrümdə xəyalıma da gəlməzdi ki, Nəbidən sonra kiminsə adını tuta bilərəm, amma neynim, görürsünüz ki, bu namərdlər mərdi də qova-qova namərd eləyəndilər. Təzədən dağa-daşa düşmək də çox gecdir, bunu da Nəbinin özümün ad-sanını qorumaq xatirinə eləyirəm. Ay molla, mənim kəbinimi bu şahidlərin iştirakı ilə kəs bu Həmzəyə, day bu gündən Allahın izni ilə oluram bu yetimlərin analığı, Həmzənin halalı. Həcərin Həmzədən bir qızı da olur. Nəvəsi 2-ci Dünya müharibəsinin veteranı, əlili olan orden medallı əliş kişi doğma kəndini, yurt yuvasını tərk eləmir, tüfəngini götürüb öz məhləssindəcə erməniləri gözləyir, öldürür də özü də şəhid olur, 93 gün 30 avqustunda. O rəhmətliklə Qaçaq Nəbi kolxozunda taxıl təhkimçisi olanda çox söhbətlərim olmuşdu, yaşlılardan eşidib öyrəndiklərimi ona da danışmışdım, demişdi ki, hamısı düzdür, elə deyilən kimidir. Məhəmməd Əmin Rəsulzadə yazır. Çar idarəsinin qaçaqların ailəsinə etdiyi zülm heç bir insanlığa, heç bir ədalət qanunlarına sığmırdı. Şair Zakiri təhqir etmək üçün Şuşanın komendantı Tarxanovun onun arvadını bir rus kəndlisinə ərə verməsi Azərbaycan tarixində yaddan çıxmayan hadisələrdəndir. Bəzi qaçaq arvadlarının rus əskərlərinin təcavüzünə məruz qalması hələ də yaddan çıxmamışdır. Bu barədə Azərbaycanda Yeniləşmə Hərəkatı adlı kitabımızın Şair Zakir bölümündə məlumat vermişik, əlavə şərhə ehtiyac varmı? Xəyanət davam edir. Həcər xanımın 20 ildən bəri əsirlikdə, qəriblikdə qalan biz Azərbaycan kişilərindən onsuz da incik ruhunu son illərdə əvvəl bir rəhmətlik şairimiz incitdi, düzdür sonra nə qədər yanlış səhvə, günaha batdığını anlayıb üzrün xalqdan dilədi. Ancaq bu lafı bu yaxınlarda boya iddiası, ağlı gödəni ilə tərs mütənasib yazısımız radio çıxışında təkrar elədi, güya Həcər Nəbidən sonra Erməniyə ərə gedibmiş. Təəssüflər olsun ki, Azərbaycanda bugün səsi gür çıxanların bir çoxu elə Nəbi Həcər kimi qeyrətli vətən övladlarının qəsdinə duran, sifariş alan, imkan düşən kimi arxadan vuran Rus Slovenski, Fars Əmir Bahadır, Erməni Arzumanyan, sapı özümüzdən olan baltalar var, dövlət hərisi Şah Hüseyn kimilərinin dost doğmaca törəmələridir. Nə edək, biz də belə qövmük, ona görə də cəzamızı çəkirik. Nəhayət Peterburqdan Tiflisə gələn qəti təlimat üzrə başda Arzumanyan olmaqla bütün qüvvələr birləşir, həlqə daralır, xəyanət öz işini görür, əvvəlcə ən yaxın, sadiq silahdaşları bir-bir aradan götürülür. Ən etibar etdiyi Şah Hüseynin şəxsən İran şahzadəsi Əmir Bahadırın elçisi ilə gizli görüşü təşkil edilir. Xan titulu, bir neçə kəndi torpağı qarışıq ona verən imzalı fərmanı göstərilir. Rus sarının qızıl medalı, hərbi rütbə vəzifə vəd olunur. 15 ildən çox ələ keçməz, güllə batmaz dağlar qartalına çevrilən Nəbi İranla Türkiyə arasındakı bir kənddə tələyə düşür. Qaçaq Nəbi ilə açıqdan açığa mübarizədə aciz qalmış Çar hökuməti məmurları, xüsusilə də Zəngəzur mahalı naçalniki Səlim bəy yeni iş üsulu fikirləşib Nəbini tamam yox etmək ya da onun qüvvəsini zəiflətmək qəsdinə düşmüşdü. Bu üsul Nəbi ilə yoldaşları arasında fitnəkarlıq törətməkdən ibarət idi. Nəbi də, Həcər də Şah Hüseynin düşdüyü fikirdən xəbərdar ola bilməzdi. Belə xəyanət onların xəyalına da gələ bilməzdi. Məşədi Paşanın Dəhvardəyirman kəndində həmişə düşdükləri evdə qonaq olur, gecə xeyli keçənədək onu qonaq saxlayır, gecə vaxtı buradan çıxıblarını kəndinə yollanırlar. Şah Hüseynin arxadan atdığı güllələr gecənin qaranlığında Nəbinin həyatına son qoyur.
Nəbinin ömrünün 46-cı baharı, gecə saat 2 radələri idi. Həcər onu nahaq yerə evdə gözləyirdi. Həcər o gecə sabahadək yatmadı, Nəbini gözlədi, amma Nəbi gəlmədi. O artıq yox idi. Və bir də dünya qaçaqçılıq tarixində bənzər nümunəsi olmayan qaçaq Nəbi ilə Həcərin Azərbaycanın heç yerində abidəsi yoxdur. Təkcə Qubadlıda vardı. 20 ildir orada yoxdur. Elin bugünündə gələydin Nəbi.